Qeyd etdiniz ki, müəyyən ənənələr var ki, gəncləri toydan, evlilikdən uzaqlaşdırır. Bəs ümumiyyətlə hansı ənənələrimizi lüzumsuz hesab edirsiniz? Keçmişdə oğlan atası tərəfindən, oğlan valideynləri tərəfindən qız evinə müəyyən bir məbləğdə xərclik verilirdi. Başlıq pul deyilən bir xərclik idi. Bu da yüngülvari gəlinin atasının o cehizləri alması ilə bağlıdır və indiki qədər də çoxlu cehiz sayı tələb olunmurdu. Yəni gəlinin ailəsinin gücü nəyə çatırdısa, övladına onu hədiyyə kimi verirdi, pay kimi verirdi və növbəti illərdə də davam edirdi. Hər iki valideynin dəstəyi, həm oğlan evin dəstəyi, həm qız evin dəstəyi ki, bu yeni ailə qrupları, bunlar yenidən ev qururlar. Evlənmək sözü ev sözündən başlayır. Yəni bunlar özlərinə ev qururlar. Və keçmişdə o qızıllar da indiki qədər çoxlu bahalı qızıllar tələb olunmurdu. Ucuz və ailənin büdcəsi çatacaq qədər. Bu gün biz müasir dövrümüzdə görürük ki, qız evindən oğlan evi həddindən artıq bahalı cehizlər istəyir. Bütün hər bir istər məişət alətləri olsun, istər bu xalı xalça olsun, istər geyimlər olsun, hamısını istəyirlər ki, mütləq gətirilməlidir. Və qız tərəfdə düşünür ki, məsələn, qonşudan dala qalma prinsipi var da buradakı. Qonşu qızına bu qədər cehiz veribdirsə, mütləq biz də bu qədər cehiz verməliyik. Bax, o qonşudan dala qalma prinsipi ilə artıq qız evi yüklənir. Çoxlu borca girirlər, faizli kreditlərə girirlər. Ondan sonra toyun yerinin seçilməsi. Kənd evlərində, kənd yerlərində hələ də bu qalır. Bəy evinin həyətində bir çadır qururlar. Toy keçirilməsi üçün hər hansı və yaxud da ki, bağın içərisində bir yer seçirlər, toyu orada eləyirlər. Bu da yer pulundan artıq azad olmaq deməkdir. Amma şəhərdə ucuz restoran qalır, gedirlər ən bahalı restoranı tuturlar. Təkcə o restoranın özünə nə qədər pullar ödənilir ki, orada toy keçməyə icazə edilsin. O da qalır hələ o restoranın sonraki yeməklərinin xərcidir. Keçmişdə uzaqbaşı 2 cür, 3 cür yeməklə toy başa verilirdi, yola salınırdı. Amma indi restoranda baxırsınız ki, yeməklərin sayı 7 cür, 8 cür, 9 cür. Təbii ki, bu da əlavə xərclərdir. Keçmişdə gəlini qohum-əqrabası bəzəyirdi və yaxud da ki, kimsə o bəzəkdən başı çıxanlar bəzəyirdi. İndi gəlin mütləq salonuna getməlidir. Gəlinin bəzəyini ən ucuzu 500.000 manatdan başlayır bu gün. Təbii ki, daha çox olanlar var. Keçmişdə məsələn toylara gedirdi, qohum-əqraba nəmər salırdı. Və yaxud da ki, kimin gücü çatırdı, bir qoyun hədiyyə edirdi, biraz ət hədiyyə edirdi, toy ləvazimatlardan biraz hədiyyə edirdi. Amma indi restoranda stulların sayına görə stulun sayı filan qədərdir, bu qədər pul ödənməlisiniz. Bax, o toya gedənlər də indi əziyyət çəkir. Çox hallarda bir ildən sonra artıq övladları doğulur, o yeni övladın doğulma xərcləri də indi çoxdur, onun artıq o ailədə yeni bir sakin var, onun da xərcləri o ailənin yükünün üstünə gəlir. Bax, buna görə də mən çox istəyirəm ki, gənclərimiz sadə toy eləsinlər. Xoşbəxtlik o cəhcəlalla, toya çox çəkilən xərclərlə ölçülmür. Xoşbəxtlik sadə formada da yaşamaq olar, o toyu sadə keçirməklə də xoşbəxt olmaq olar, qırqızılı az almaqla da xoşbəxt olmaq olar, bahalı restoranda yox, ucuz restoranda toy keçirməklə də xoşbəxt olmaq olar. Və yaxud da ki, gənclərin valideynlərin də vacib deyil ki, bütün cehizləri bu başdan hamısını verib, özləri bahalı kreditlərə girsinlər, bahalı yerlərdən cehizlər versinlər. Əsas orada o iki gəncin xoşbəxt olmağıdır. Onlara hamı xoşbəxtliyi arzulamalıdır, onlara doğru yol göstərməlidir. Yeni ailə modeli hansı formada qurulsa uzun ömürlü olar. Bax, biz bunu istəyirik. Çünki son dönəmlərdə görürük ki, nicaha girənlərin bəzən sayı qədər boşanmalar olur. Bax, bu bizi narahat etməlidir.